Hər vaxtınız xeyir. Bugün ikinci isə test toplusundan parallelogram və rombun sahəsinə aid testləri izah edəcəyim. Başlayaq. Birinci sual. İti bucağı 30 dərəcə olan romb ilə kvadratın sahələri bərabərdir. Rombun sahə düsturu bucağı olan a kvadratı sinus alfa, kvadratın sahə düsturu b kvadratı. Bunları bərabərləşdirsək a kvadratı sinus alfa da deməli 30 dərəcə bərabərdir b kvadratına. A kvadratı vuraq 2-də 1 bərabərdir b kvadratı. A-nın kvadratı bərabərdir 2b-nin kvadratı. Buradan a bərabərdir kök altında 2b. İndi bizə deyir rombun perimetri. Rombun tərəfinə biz a demişdik. Rombun perimetrinin kvadratın perimetrinə nisbətini tapın. Yəni 4a-nın 4b-yə nisbətini tapın. A 4-ləri ixtisar getdi. A-nın yerinə kökdə 2b yazıram. B-lər də ixtisar getdi. Kök altında 2. Deməli o da oldu. Kök altında 2 böl 1 nisbətini də yazmaq olar. Y variantı. İkinci sual. ABCD paralleloqramında BD diaqonalının uzunluğu 6 kökdə 3 cm olub, DC tərəfi ilə 60 dərəcə bucaq əmələ gətirir. Paralleloqramı çəkək. İndi bizə ABCD paralleloqram verib A, B, C, D. BD diaqonalının uzunluğu 6 kökdə 3'dür. BD diaqonalının uzunluğu 6 kök altında 3 cm-dir və DC tərəfi ilə 60 dərəcə bucaq əmələ gətirir. DC tərəfində qiymət 6-dır. Siz baxırsınız, burada bir üçbucaq əmələ gəlib. Biz bilirik ki, paralleloqramın diaqonalı onu sahəcə 2 bərabər hissəyə bölür. Ona görə də BDC üçbucağının sahəsini tapıram. 2-də 1 vur BD vur DC sinus bucaq D. Və yaxud da sinus alfa deyək dəfə. İndi biz yazırıq. O da bərabərdir. 2-də 1 vur BD tərəfi oldu 6 kökdə 3. O da oldu 6. Sinus 60 dərəcədə alır. Kök altında 3 böl 2. 2 ilə bu ixtisar getdi 3. Bundan da bu ixtisar getdi 3. Qaldı 3 vur 3 kökdə 9. O da oldu 27. B variantı. Xeyr, B variantı deyil. Biz üçbucağın sahəsini tapdıq. Bizdən paralleloqramın sahəsini soruşuruq. D variantı olur. Çünki sahəcə 2 bərabər hissəyə bölüb baxın. SBDC üstə gələk SABD-ni soruşur. Biz birini tapmışıq, ikisini də tapmalıyıq. 27 üstə gəl 27 54 olmalıdır. Çünki biz deyirik ki, diaqonal onun sahəcə 2 bərabər üçbucağa ayırır. Üçüncü sual. Paralleloqramın tərəfləri 4 və 6 cm-dir. Paralleloqram çəkək. Tərəfləri ABC'dir. Tərəfləri 4 cm və 6 cm olur. Onun kiçik hündürlüyü 3'dür. Biz bilirik ki, böyük tərəfə çəkilmiş hündürlük kiçik olur. Bizdən böyük hündürlüyü soruşur. Yəni kiçik tərəfə çəkilmiş hündürlük. Buradan biz deyirik A vur HA tərəfə çəkilmiş hündürlüyün asilər bərabərdir. B vur HB. Ona görə də bizə kiçik hündürlüyü 3 verib. Yazıram. 6 vur 3 bərabərdir. Hündürlük B vur 4. O da hündürlüyü tapanda 18'i bölürəm 4'e. 2'də 9 yəni 4,5. 4,5 də B variantı. Yine eyni sualda şəkil çəkməyəcəm. Böyük tərəfə çəkilmiş hündürlük kiçiyinə yazırıq. Hündürlükləri 6 16 cm-dir. Böyük tərəf 24 isə deməli ona çəkilən hündürlük 6-dır. Yine düsturu yazıram. A vur HA bərabərdir B vur HB. Tutaq ki A 16 götürsəm 16 böyük tərəfə çəkilmiş hündürlük məlum deyil. Daha doğrusu kiçik tərəfə çəkilmiş hündürlük məlum deyil. Amma böyük tərəfə çəkilmiş hündürlük kiçik olduğuna görə bu məlumdur. Hasillər bərabərdir. Kiçik tərəfə çəkilmiş hündürlüyü tapmaq üçün bunları ixtisar aparacağım. 8 ixtisar getdi 3. 18'i 2'ye böldüm 9. D variantı. 5. sual. Tərəfi 21, A bərabərdir 21, hündürlüyü 14 olan romb ilə eyni sahəli kvadratın tərəfini tapın. Rombun sahəsini biz A vur HA götürsək, kvadratın sahəsini B kvadratı götürərik. Bunlar da sahəcə bərabərdir. Yəni B'nin kvadratı A vur HA-ya bərabərdir. Onda yazıram B'nin kvadratı bərabərdir 21 vur 14.
B'ni tapmaq üçün kök altında 21'i 14'e vururam. Bunda vurmadan vuruqları ayırım. Deməli 21'i yazdım 3 vur 7. Bunda yazdım 7 vur 2. 7'den kök 7 çıxdı. Bu da qaldı 6. Çünki 7 vur 7 49 olur. Doğru cavab C variantı. Sonra 6-cı sual. Bizdən ştrixlənmiş hissənin sahəsini soruşur. Ştrixlənmiş hissənin sahəsini necə tapırıq? Baxın, kvadratın ümumi tərəfi 2-dirsə, bura olur 2 çıx x. Mən kvadratın sahəsindən düzbucaqlıların sahəsini çıxsam, elə ştrixlənmiş hissənin sahəsini taparam. Ona görə birinci kvadratın sahəsini taparam. S kvadrat bərabərdir 2 vur 2. Sahəsi oldu 4. Sonra birinci düzbucaqlı S1. 2'də 1'i vururam 2'yə. Katetlər. Onu da vuram 2 çıxaq x-a. Bunlar sahəcə bərabərdir. Niyə? Çünki bura x-dırsa, burada 2 çıxaq x-dir. Bunun qarşıda 2-dir. Yəni bu düzbucaqlı üçbucaqlar bir-birinə bərabərdir. 2 dəfə yazmağa ehtiyac yoxdur. Birinin sahəsini tapıb 2'yə vura bilərəm. Bu da getdi. Düzbucaqlıların sahələri cəmi oldu 4 çıx 2x. İndi bizdən ştrixlənmiş hissəni soruşur. Ştrixlənmiş hissənin sahəsini tapmaq sonra bura eski üstə gələ S1 yazımda. Çünki eynidirlər axı. Aha. Ştrixlənmiş hissənin sahəsini tapmaq üçün 4'dən çıxıram. Düzbucaqlıların sahəsi, düzbucaqlı üçbucaqların sahəsi daha doğrusu. 4 çıx 4 üstə gəl 2x. Doğru cavab oldu 2x. 4'də islah oldu. 7-ci sual. Bir tərəfi, deməli tərəfi 1 olan, yenə eyni sualdır. Tərəfi 1 olan kvadrat verib. Bura yazıram 1 çıx x. Düzbucaqlı kvadratın sahəsini tapıram. Deməli kvadratın sahəsini tapmaq üçün 1'i vurdum 1'ə. Kvadratın sahəsi oldu 1. İndi mən düzbucaqlıların sahəsini tapmaq istəyirəm. Bunun birini tapsam, o birisi də bunun eynidir. Yəni 2 vur S1. Birini tapıb 2'yə vuracam. 2'ni vururam. 2'də 1 vur katetlər arası. 1 vur 1 çıxaq x-a. O da oldu 1 çıx x. Demək kvadratın sahəsindən düzbucaqlı üçbucaqların sahələrini çıxsaq doğru cavab x qalır. D variantı. 8-ci sual oxşar sualdır. Tərəfi 26, A bərabərdir 26. Hündürlüyü H bərabərdir 13 olan romb ilə eyni sahəli kvadrat. Rombun sahəsini A vur H götürürəm. Kvadratın sahəsini B kvadrat götürürəm və bunları bərabərləşdirirəm. 26 vur 13. B'ni də tapmaq üçün kök altında 26'nı yazıram 2 vur 13. Bu da 13. Bu da oldu 13 kök altında 2 A variantı. 9-cu sualda paralelogramın sahəsi S bərabərdir A vur HA. Tərəf hündürlüyə görə verilib 24. Demək böyük tərəfi 6'dır. A bərabərdir 6. Bizdən kiçik hündürlüyünü soruşur. Biz bilirik ki, böyük tərəfə çəkilmiş kiçik hündürlük olur. Ona görə 6'nın hündürlüyü hasili 24'dür. Hündürlüyü tapanda 24'ü böldüm 6'ya. Doğru cevap B variantı. 9. 10-cu. Oxşar sualdır. Paralelogramın sahəsini verib kiçik tərəfi soruşur. Kiçik tərəfi verib hündürlüyü soruşur. Biz bilirik ki, deməli kiçik tərəfə çəkilmiş hündürlük böyük olur. Bunun sahəsinə qiymət 18 verib. Deməli 9 vur HB 18-dirsə, o da oldu 2. Hündürlüyün qiyməti oldu 2. D variantı. 11-ci sual. Tərəfi 12 cm olan kör bucağı 150 dərəcə olan rombun sahəsini tapın. Rombun tərəfi 12 cm-dir. Kör bucağı 150'dir. Baxın uşaqlar, biz bunun sahəsini belə tapa bilərik. Deyək ki, baxın. Tərəf 12'dir. Deyirəm bura 12'dir. Bura 12'dir, bu da 12'dir. Bura 150 dərəcədir. Biz iki tərəf onun arasında bucağı görə tapa bilirik bunu, düzdür? Mən buradan da yaza bilərəm. Məsəl üçün bir var, yazam ki, A kvadratı sinüs 150 dərəcə, sinüs 150'ni hesablayım. Bir də var, bir tərəfə bitişik bucaqların cəmi 180'dir. Bura 30 yazım. Onda burada 12'dir. Buna görə də hesablaya bilərəm də. S bərabərdir. A kvadratı sinüs 30 dərəcəyə görə də tapa bilərəm. Bir də 150'ni hesablamağa ehtiyac qalmır. 12'nin kvadratını vururam 2'də 1'ə. Çünki sinüs 30'da 2'də 1 alır. 144'ü vurdum 2'də 1'ə. Doğru cevap 72 A. 12. Yine eyni şeydir. Kör bucağı bizə 150 veribsə mən iti bucağı götürəcəm. Tərəfi A bərabərdir 20'dir. Alfanı götürürəm 30 dərəcə. Bir tərəfə bitişik bucaqlara görə. Bundan əvvəlki sualda izah etdim. Rombun sahəsi A kvadratı sinüs alfa. Yəni 20'nin kvadratını vururam sinüs 30 dərəcəyə. Məlum məsələdir ki, sinüs 30 dərəcədə 2'də 1 alır. 400'ü vurdum 2'də 1'ə. Doğru cevap 200 D variantı. 13. Tərəfi A sahəsi A kvadrat bölü 2 olan rombun iti bucağını tapın.
Biz bilirik ki rombun sayı düsturu bucağa görə a kvadratı sinus alfadır. İndi tərəfinə qiymət a verib. Tərəfinə qiymət a veribsə, mən yazıram a-nın kvadratı sinus alfa sahə düstur bərabərdir ilə a kvadratı bölə 2. A kvadratları ixtisar getdi. Sinus alfa bərabərdir 2də 1 qaldı. Fikirləşirəm ki, sinus 2də 1-i harda alır? 30 dərəcədə. Deməli, alfa 30 dərəcə C variantı. 14-cü sual. Tərəfi A yenə həmin düsturdur. A kvadratı sinus alfaya qiymət verib. A kvadratı kök altında 2 bölü 2. A kvadratlar ixtisar getdi. Sinus alfa oldu. Kök altında 2 bölü 2. Sinus kökdə 2 bölü 2'ni alır 45 dərəcədir. Amma bizdən kör bucağı soruşur. Biz bilirik ki, rombun bir tərəfinə bitişik bucaqların cəmi 180 olmalıdır. 45 isə deməli bura qaldı 135 A variantı. 15-ci sual. Rombun tərəfi onun diagonallarının həndəsi ortasıdır. A bərabərdir kök altında D1 vur D2. Kvadrata yüksəltsəm bunu A kvadratı bərabərdir D1 D2. Deməli, diagonalların həndəsi ortası iti bucağı soruşur. Bunu tapmaq üçün rombun A kvadratı sinus alfa düsturunu 2də 1 D1 D2 düsturu ilə bərabərləşdirim. İkisi də sahə düsturdur. A kvadratın yerinə D1 D2 yazsam, D1 D2 sinus alfa bərabərdir 2də 1 D1 D2. D1 D2'lər gedir, sinus alfa 2də 1 adı alfada oldu 30 dərəcə. G variantı. 16. Bucaqlarının nisbəti 1'in 5 olan tərəfinin A olduğunu bilərək rombun sahəsini tapın. Rombun bir tərəfinə bitişik bucaqlarının cəmi 180 dərəcədir. 6 alfa 180 dərəcədirsə alfa 30 dərəcədir. Alfa 30 dərəcədirsə o birisi bundan 5 dəfə çox 150 dərəcədir. İndi tərəfin A olduğunu bilərək rombun sahəsini tap. S bərabərdir A kvadratı sinus alfa. Yəni A kvadratını vururam. Sinus 30'da 2də 1 alır. Olur. A kvadratı bölək 2 D. 17. Hündürlükləri verib perimetrində 28'e bərabər olan paralelogramın sahəsini soruşur. Biz bilirik ki, tərəfə çəkilmiş hündürlük bərabərdir. Yəni A-nın 3'ə hasili 4'ün B-yə hasildir. Bunu K ilə əvəz etsəm, deməli tərəfin biri olur 4K, digər tərəf olur 3K. Paralelogramın sahəsi perimetrin qiyməti 28'dir. Bizə deyir perimetri 2 vur, A üstə gəl B-dir. O da bərabərdir 28. 2'ni vurdum, bunların cəmi oldu 7K'ya 28. K'nın qiyməti oldu 2. Deməli, paralelogramın tərəflərindən biri 8, digər isə 6'dır. Bizdən soruşur paralelogramın sahəsini. Tərəfə çəkilmiş hündürlüklər var idi. Yəni, bizim paralelogramımız budursa, hündürlüyün biri 3'dür, digər 4'dür. 4. Bizi deyir, böyük tərəfə kiçik hündürlük çəkib. Deməli, bura 8'dir, bura 6. Bunların hasilləri 24 olur. S bərabərdir 8 vur 3 24 və yaxud 6 vur 4 24. 18-ci sual. Paralelogramın tərəfləri A və B-yə sahəsi kökdə 2 bölü 2 vur AB-yə bərabərdir. Paralelogramın iti bucağını tapın. Paralelogramın bucaqla olan düsturu A vur B sinus alfa. Buna qiymət veribdir. A vur B sinus alfa bərabərdir kökdə 2 bölü 2 A vur B'yə. A vur B'lər getdi. Sinus alfa bərabərdir kökdə 2 bölü 2 oldu. Sinus da kökdə 2 bölü 2'ni alır 45 dərəcədə iti bucaq. Bizdən indi 19'a baxaq. ABCD paralelogramında paralelogramı çəkirəm. ABCD paralelogramında başqa biraz fərqli çəkim. Romb oxşar daha çox bu. ABCD paralelogramında AB tərəfi 6'dır. AC diagonaldır. AC oldu 8 cm. D təpəsindən AB tərəfinə qədər məsafə. D təpəsindən AD-yə qədər məsafə. Tutaq ki, bunu götürək. D təpəsindən AD-yə qədər məsafə 7'dir. D təpəsindən AC diagonalına qədər məsafəni soruşur bunu. Baxın, mən buradan belə deyirəm. Paralelograma baxıram. Tərəfə çəkilmiş hündürlük var. Tərəf 6'dır, hündürlük 7. Paralelogramın sahəsini tapa bilərəm. S bərabərdir A, B vur DH. Yəni 6 vur 7 oldu 42. Paralelogramın sahəsi oldu 42. Biz indi buradan bu olsun A, B, C'dir. Mən indi burada bir dənə 3 bucaq var. Baxın, o 3 bucağın sahəsini tapsam
S, A, S, D üçbucağı. Biz dedik ki paralelogramın diagonalı 10 sayıcı 2 beraber hissəyə bölür. Yəni paralelogramın sahəsi 42 dirsə, mən 42-ni 2-yə bölsəm 21 bu üçbucağın sahəsini tapa bilərəm. Və bu üçbucaqda bizə hündürlük lazımdır. Bunun hündürlüyə görə də sahəsini tapa bilərəm. Tərəfə çəkilmiş hündürlüyə görə. Yazarım 8 vur 2-də 1 vur 8 vur hündürlük 2-də 1 AH üstünə. Bərabərdir 21. Hündürlüyü tapanda 21'i bölərəm 4'e. Çünki 8'in qısa gedir 4 qalır. 21 də 4'e böləndə 5 tam 4'də 1. Cavab varmı? Var. 20. ABCD paralelogramında yine paralelogram çəkirəm. ABCD. ABCD paralelogramında AB tərəfi 12'dir. AC diagonalı eyni sualda 16'dır. Deməli D təpəsindən AC diagonalına qədər məsafə 4'tür. Bu məsafəni verib D'dən AB'yə qədər məsafəni soruşur. Olsun. Birinci üçbucağın sahəsini tapıram. Baxın bu üçbucağın sahəsini tapıram. Paralelogramın üçbucağın sahəsini tapdım. Paralelogramın sahəsinin yarısını tapdım. Eyni şeydir. İndi bizə deyir ki AC'yə qədər AC 16'dır. Bu məsafəni 4 verib. Yəni S bərabərdir. 2'də 1 vur 16 vur 4. O da oldu 32. Deməli ADC üçbucağın sahəsi 32 dirsə ABCD paralelogramın sahəsi 32 vur 2'dir. 64. Mən bu hündürlüyü tərəfə çəkmiş hündürlüyü tapsam S bərabərdir 12'ni vuraram. Deməli bizə hündürlük lazımdır, düzdür? Ki belə yazaq da. S bərabərdir, qiymət verib 64. 12'ni vuraram hündürlüyə, paralelogramın sahəsini taparam, o da olar 64. H da bərabərdir, 64'ü böldüm 12'ye, 4'ü ixtisar getdi, 4'ü ixtisar getdi 16. 5 tam 3'də 1 C. 21. M nöqtəsi ABCD paralelogramının paralelogram çəkək. İndi ABCD paralelogramı verilib. M nöqtəsi AB tərəfinin, buraya yazıram M nöqtəsi. AB tərəfini 18'e bir də 14 olan 2 hissəyə ayırır. AMD üçbucağının sahəsi 126'dır. Bu sahəsini bizə verib 126. Bizden soruşur BCD'ni digərsən. Biz bilirik ki paralelogramın diagonalı olan üçbucağı sadəcə 2 bərabər hissəyə bölür. Bu məlum məsələdir. Biz SABD üçbucağın sahəsini tapsaq, onu 2'yə vursaq paralelogramın sahəsini tapa bilər. Və yaxud elə ABD'nin sahəsini tapdım, BDC'nin sahəsini tapdım, bir-birinə bərabərdir. Baxın, burada bir üçbucaq var. Bunun sahəsi S1'dir, bunun sahəsi S2'dir. Biz deyirdik ki S1'in S2'yə nisbəti M-in N-ə nisbətidir. İndi yazıram S1'in 126'ya nisbəti 14'ün 18'ə nisbəti. İndi bunları ixtisar aparacağım. Bax, məxrəclər 9 ixtisar apardım 2, 9 ixtisar apardım 14. Bunu da 2'ye böldüm 7. 14 de 7'ye vuranda o da oldu 8 yaz 2'ye da 98. Deməli S1'in qiyməti oldu 98. Biz də deyirik ki SABD'nin sahəsi 98 üstə gəl 126'dır. 98 ilə 126'nı topladıq. 224. Biz də dedik ki SABD bərabərdir SDBC'ye. İkisi de oldu 224. D variantı. Şimdi 22. sualda oxşar sual olmalıdır. M nöqtəsi ABCD paralelogramında AB tərəfini yine bölüb hissələrə A, B, C, D. Deməli AB tərəfini M nöqtəsi bölüb hansı nisbətdə? 18, 19. Ayım 18, bu da 19. Yine CBD üçbucağını, CBD üçbucağının sahəsini, CBD'nin sahəsini bizə verib 111. Bu S1'dir, bu da S2'dir. S1'in S2'nin də cəmi onda 111 olmalıdır. Mən yazıram. S1'in S2'yə nisbəti 19'un 18'ə nisbəti. Bunlar ixtisar getmir.
Onda deyirəm ki, S1 19K'dır, S2 18K'dır. Bunların cəmi 111'dir. 19K ile 18K'nın cəmi 111'dir. Bunu da topladıq oldu 37K 111. K'nın qiyməti oldu 3. K 3'dürsə, onda S1'in qiyməti oldu 19 vur 3 57. S2'nin qiyməti oldu 18 vur 3 54. Bizə deyir ki, MBD. MBD haradır? MBD. S1'i soruşur bizdən. S1'i de biz tapdıq 57B. B variantı. 23. M noktası yine paralelogramda. M noktası ABCD paralelogramında, deməli ABCD paralelogramını çəkdim. AB tərəfini 3K 4K nisbətində bölür. Paralelogramın sahəsi bizə verib 84. Yine birləşdirdim bunu. Yarı diagonalda böyle çəkdim. Paralelogramın sahəsi 84. Yəni S1'in S2'yə nisbəti 48'dir. Çünki diagonal sahəcə 2 yerə bölür. Yazıram S1'in X2'yə nisbəti ilə 4'ün 3'ə nisbəti. Onda yazırıq 4K üstə gəl 3K bərabərdir 84'ün yarısı 42. Çünki diagonal onun sahəcə 2 yerə bölür axı. 7K 42 isə K oldu 6. Bizim M ne soruşur? MDB. S1'i soruşur. S1'de 4K'ya demiştik. Deməli 4'ü vurdum 6'ya 24B. 24. Paralelogram verip bize yine. Paralelogramın ABCD paralelogramıdır. ABCD. ABCD paralelogramında M noktası verilip N noktası deməli 2'nin 3'ə nisbətindədir. Yazıram 2K 3K. AMD 3 bucağının sahəsini bizə verib, deməli bunu birləşdirdim. AMD'nin sahəsini bizə verib 24. 24. İndi biz sahələrin nisbətindən istifadə edir, yazırıq. S1'in S2'yə nisbəti, deməli 3K'nın 2K'ya nisbəti. Birinci qaldı. İndi biz baxaq. S1 yoxdur bizdə. S2'nin qiyməti 24'dür. Bu da 3'ün 2'yə nisbəti. 2 vur, deməli S1, məsələn 2 vur S1 24 vur 3'dür. S1'in qiyməti 36'dır. S1 oldu 36. İndi paralelogramın sahəsini soruşur. S, A, B, D. 3 bucağının sahəsi olur. 36 üstə gəl 24. Yəni 60. Paralelogramın sahəsi ABCD olur. 60 vur 2, 120. A. 25. Deməli, rombun perimetrinin 4A'nın diagonalları cəmi D1 üstə gələk D2 nisbəti kök altında 3 olarsa onun iti bucağını tapın. Birinci gəlin bunun kvadrata yüksəldək. Deməli, olur xaricdən kvadrata yüksəltsəm bunu. Alınır 16A kvadratı. 16A kvadratı. Məxrəci düstura görə açsam D1 kvadrat üstə gəl D2 kvadrat üstə gəl 2D1 D2 bərabərdir 3. İndi mən bunları bizdən nə soruşur? İti bucağını soruşur. Baxın uşaqlar, biz deyirik ki, rombda deməli düstur var. Diagonal ilə tərəflər arasında D1 kvadrat üstə gəlir D2 kvadratı 4A kvadratıdır. D1 kvadrat üstə gəlir D2 kvadratını mən burada yerinə 4A kvadratı yazsam. Sonra mənə indi 2'də 1 D1 D2 lazımdır. Bir də bunların sahələrinin bərabərinə istifadə edirəm. 2'də 1 D1 D2 bərabərdir A kvadratı sinüs alfa. Mən buradan D1 D2'ni tapsam, D1 vur D2 bərabərdir 2A kvadratı sinüs alfa. Əvəz etməklə burada yerinə yazsın. Bu misalın özündə də 2 var. Onda burada da alınır 4A kvadratı sinüs alfa. İndi verilənlərini yerinə yazıb sadələşdirirəm. Olur 16A kvadratı. Məxrəcdə oldu 4A kvadrat üstə gəl 4A kvadratı sinüs alfa bərabərdir 3. Çarpaz vurdum 12A kvadrat üstə gələk 12A kvadratı sinüs alfa bərabərdir 16A kvadratı. 12A kvadratı sinüs alfa bərabərdir 16'dan 12 çıxanda 4A kvadratı. Sinüs alfa bərabər 4'ü 12'yə böldüm 3'də 1. Sinüs 3'də 1'i də qiymətdə almır deyə biz bunu tərs trigonometrik dəliklərin, yəni arklarla yazırıq. Ark oldu nə?
Arcsinus alfa, yani arcsinus 3'te 1 D variantı. Sonra 26. sual. 26. Sahəsi 6, diaqonalların uzunluqları cəmi 4 olan rombun tərəfini tapın. D1 üstə gələk D2-nin qiyməti 8-dir. Sahəsi 2-də 1, D1, D2-yə qiymət 6 verib. Niyə bu sahədə üstünlüyü yazdım? Çünki diaqonallar vermişdi. Mən də diaqonala uyğun sahədə üstünlüyü yazdım. Hasili 12 cəmi 4 olan rombun tərəfini soruşur. Rombun tərəfi ilə diaqonal arasında düstur var. D1 kvadrat üstə gələk D2 kvadratı 4A kvadrat. Bu da oldu nə? 4A kvadratı. Bunu düstura görə yazsaq D1 üstə gəl D2-nin kvadratı çıxaq 2D1 D2. O da oldu 4A kvadratı. D1 üstə gəl D2-nin qiyməti 8-dir. 8-in kvadratı 2 vur 12. 4A kvadratı bərabərdir 64 çıx 24. 4A kvadratı bərabərdir 40. A kvadratı bərabərdir 10. A da oldu kök altında 10. 27. Sahəsi yenə 2-də 1, D1, D2. 2-də 1, D1, D2 sahəsi 24'dür. Onu dedik D1 vur D2 bərabərdir 48. Diaqonalların uzunluqları cəmi D1 üstə gələk D2 bərabərdir 12 olarsa rombun tərəfini tapın. 4A kvadrat bərabərdir D1 kvadrat üstə gələk D2 kvadratı. O da 4A kvadratı bərabərdir. Açıram əlavə düstura görə D1 plus D2'nin kvadratı çıxaq 2 D1 D2. Doldu 4A kvadratı bərabərdir 144 çıx 2 vur 48. 4A kvadrat bərabərdir 144'ten çıxdım. Burada qaldı 48. A'nın kvadratı oldu 12. A da oldu kök altında 12. O da elədi 2 kökdə 3. Bizdən də elə rombun tərəfini soruşur. C variantı. 28. Rombun diaqonalları D1 bərabərdir 3K. Çünki deyir rombun diaqonalı 3-4 ədədlərlə mütənasibdir. D1'ə yazıram 3K. D2'yə yazıram 4K. Rombun sahəsi 2'də 1, D1, D2 güzəllidir. Yerinə yazsam 3K vur 4K bərabərdir 150'ni 2'yə vuranda 300. 12K kvadratı 300. K kvadratı bərabərdir 300'ü böldüm 12'yə 3'ə xısar getdi. 3'ə 125. K'nın kvadratı 25 ise K oldu 5. Rombun kiçik diaqonalı soruşur. D1 bərabərdir 3 vur 5 15. D2 bərabərdir 4 vur 5 20. Bizdən kiçiyi soruşur. D1'i cevap oldu 15. 29. Tərəfi 10 olan diaqonalların nisbəti verib. A bərabərdir 10. Diaqonalların nisbəti verib. D1 oldu 3K. D2 oldu 4K. Rombun sahəsini soruşur. Birinci diaqonal tərəfi arasında asılıq düsturundan tərəfi tapaq. Diaqonallar tapaq. 4A kvadratı D1 kvadrat üstə gəl D2 kvadrat. 4 vur 100 bərabərdir 9K kvadrat üstə gəl 16K kvadratı. 25K kvadratı bərabərdir 4 vur 100. K kvadratı bərabərdir 16. K da bərabərdir 4. İndi bizdən rombun sahəsini soruşur. Diaqonallar tapaq. D1 bərabərdir 3 vur 4 12. D2 bərabərdir 4 vur 4 16. Sahəsi S bərabərdir 2'də 1 D1 D2. 2'də 1'i vurdum 12'ye vurdum 16'ya. 2'ye xısar getdi 8 cevap oldu 96 29'da. 30. Tərəfi 5'dir. A bərabərdir 5. Diaqonalların nisbəti D1 3K'dır. D2 4K'dır. Rombun sahəsini soruşur yenə. 4A kvadratı bərabərdir D1 kvadrat üstə gəl D2 kvadratı. 4 vur 25 bərabərdir 9K kvadrat üstə gəl 16K kvadratı. 4 vur 25 bərabərdir 25K kvadratı. K'nın kvadratı 4 ise K oldu 2. K 2 ise D1 oldu 3 vur 2 6. D2 oldu 4 vur 2 8. İndi bizə rombun sahəsini soruşur. S bərabərdir 2'də 1 D1 D2 6 vur 8. O da xısar getdi 3. 8 3'ə vurdum 24. ABCD paralelogramında deməli paralelogram çəkdik. İndi bizə deyir ki ABCD. AB tərəfinin uzunluğunu bizə verib 2 kökdə 3. AC diaqonalının uzunluğunu soruşur. AC diaqonalı məlum deyil. BAC bucağını 30 dərəcə verib.
və bizə deyir ki, paralleloqramın sahəsi 6 kökdə 3'dür. Onda mən deyə bilərəm ki, bu üçbucağın sahəsi paralleloqramın sahəsinin yarısıdır. Yəni SABC'nin sahəsi 6 kökdə 3 bölü 2'dir. Yəni 3 kökdə 3'dür. Biz de buradaki üçbucağın sahəsini tapa bilərik. İki tərəf onun arasındaki bucağa görə. 2'də 1'i vurdum, diagonala vurdum 2 kökdə 3'e. O da vuraq sinus alfa. Yəni sinus 30 dərəcə bərabərdir 3 kökdə 3. 2'lər getdi, d'lər də getdi. D vur sinus 30'da 2'də 1 alır. D vur 2'də 1 bərabərdir 3. D də bərabərdir 6'ya. 31'də AC diagonal oldu 6. 32. Tərəfi 4 olan rombun diagonallarının fərqinin modulu 6 olarsa, deməli yazırıq. Tərəf 4'tür. A bərabərdir 4. Diagonallarının fərqinin modulu 6 olarsa rombun sahəsini tapın. Bizə rombun sahəsini tapmaq lazımdır. Çox güman ki, diagonalda üstündən taparıq. Bunu da xaricdən kvadrat yüksəltsək, D1 çıxaq D2'nin xaricdən kvadratı bərabərdir 6'nın kvadratı. Bu şəkildə yaza bilərəm. Bunda kvadrat oldu. Müxtəsərə görə açaq D1 kvadrat 2 D1 D2 üstə gələk D2 kvadratı bərabərdir 36. Biz də bilirik ki 4A kvadratı bərabərdir D1 kvadrat üstə gəl D2 kvadratı. A'nın yerinə 4 qoysaq 4 vur 16 bərabərdir D1 kvadrat üstə gəl D2 kvadrat. Yəni D1 kvadrat üstə gəl D2 kvadratın qiyməti oldu 64. Həmin 64'ü bu ikisinin yerinə yazsaq olur 64 çıxaq 2 D1 D2 bərabərdir 36. 2 D1 D2 bərabərdir 28. 28. D1 D2 də oldu 14. İndi bizden sahəni soruşur. S bərabərdir 2'də 1 D1 D2 üstünü biz bilirik. 14'ü 2'ye böləndə doğru cevap oldu 7. Sahəsi 48 olan ABCD paralleloqramının A və B bucaqlarının tən bölənləri DC tərəfin üzərində M nöqtəsində kəsişir. AMCD 4 bucaqlısının sahəsini soruşur bizdən. Paralleloqramı çəkək. Yazaq ABCD. ABCD paralleloqramının A və B bucaqlarının tən bölənləri. A və B bucaq. Yəni bu rahat olsun da belə yazaq benim. A, B, C, D. A və B bucaqlarının tən bölənləri M nöqtəsi üzərində kəsişir. Tən bölən isə bura alfa alfa, bu da beta beta. Məlum məsələdir ki 2 alfa üstə gəl 2 beta 180 dərəcədir. Onda alfa ilə beta'nın cəmi 90 dərəcədir. Onda mən buraya yazıram 90 dərəcə. Buradan da baxıram ki 3'dən 3 bucaq ayırıb S1, S2, S3. İndi bu tən bölən isə daxili çarpaz bucaqlar biz bilirik bərabərdir 2 paralel çıxat 3-cü ilə kəsişdikdə. Bura beta'dırsa bu da beta'dır. Və biz bilirik ki S1 üstə gəl S3'ün cəmi S2'yə bərabərdir. Onlar da SABCD'nin sahəsinin yarısına bərabərdir. 48'i böldüm 2'ye cevap oldu 24. Deməli S2'nin sahəsi oldu 24. Və burada baxırsınız, bura A'dırsa bu da A'dır. Çünki bərabər yanlış bucaqdır. Bura A'dırsa bu da A'dır. Oturacaq 2 A'dır. Deməli bunların sahələri də bərabərdir. Yəni S1 də bərabərdir S3'ə. Bunlar 24'dür. 24'ü də böldüm 2 oldu 12. İndi bizdən AMCD'ni AMCD bunun sahəsini soruşur. AMCD'nin sahəsini tapmaq üçün S2 ilə S3'ü tapıram. O da 12 üstə gəl 24 oldu 36. 34. ABCD paralleloqramında paralleloqramı çəkək. Tərəflərinə yazaq ADC, ABCD. Sonra bizə deyir DC tərəf üzərində M nöqtəsi götürülüb və A bucağından və B'dən tən bölənlər çəkilib M nöqtəsində DC üzərində M nöqtəsinə kəsişib. AMC trapesiyasının sahəsini bizə 48 verib. Məlum məsələdir ki, bura S1 desəm, S2 desəm, bu üç bucaq S1 ilə S2'nin cəmi olur. Bura olur, yazıram S3. S3. Bunu silim. S3.
S3 bərabərdir S1 plus S2. Baxın, bu tənbölənlər alfa alfa, bu da beta beta. 90 dərəcə bucaq altına kəsilir. Çünki daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. İndi ben buradan yazıram 2 alfa üstəgəl 2 beta 180 dərəcədirsə, alfa ilə betanın cəmi olur 90 dərəcə. İndi baxıram. Baxın, bu da adi tərəf adısa, deyim tərəfi də adı. Çünki tənböləndir. Burada bərabər yanlı üçbucaq əmələ gəlir. Sonra paralelogramın qarşı tərəfləri bərabərdir. Bu adısa, bu da adı. Çünki burada da bərabər yanlı üçbucaq əmələ gəlir. Burada oldu 2A. Biz dedik ki, onda olur S1 S2'ye bərabər olur. S1 S2'ye bərabər olur. S3 isə bunların cəminə bərabər olur. Onda mən yazsam ki, S3 üstəgəl S2 bərabərdir 48. Çünki bu trapesiyanın sahəsini bizə 48 verib. S3'ün də yerinə mən S1 plus S2 ilə əvəz etsəm, plus S2. O da bərabərdir 48. S1 ilə də S2 bir-birinə bərabərdirsə, onda S1 də S2 ilə əvəz edirəm. S2 plus S2 üstəgəl S2 bərabərdir 48. Onda S2'nin qiyməti olur 16. S1 de S2'ye bərabər olduğuna görə bu da oldu 16. Bizə bunların cəminə qiymət vermişdi 48. Onda S3'ün qiyməti oldu 48 çıxaq 16. Sahəsi oldu neçə? 32. S1'in sahəsi 16, S2'nin sahəsi 16, S3'ün də sahəsi oldu 32. Ümumi paralelogramın sahəsini soruşur. Bunların cəmini tapıram. Deməli 16 plus 16 plus 32. 64. Deməli ABCD paralelogramın sahəsi oldu 64. ABCD paralelogramında DK tənböləndir. Yəni bunu bölüb alfa alfaya. KM bizə verib qiymət KM-ə 4. Baxın KM-in qiyməti 4'dür burada. İndi bizə deyir AKD'nin sahəsi 54 olarsa BC tərəfini tapın. Baxın uşaqlar, mən buradan AKD'də bir dənə hündürlük endirsəm, baxıram ki, burada deməli bucaqlar 90 dərəcədir. Bunlar kongruent bucaqlardır. Burada bir haş yazsam. İti bucaqlar alfa alfa. Digər bucaqlar da onda bərabər olur beta beta. Tərəfləri KD də bunlara ortaq tərəfdir də. Bunlar kongruent üçbucaqlar olduğuna görə elə KH-da KM-ə bərabər olur. Yəni bu üçbucağın hündürlüyü də olur 6. Buranın sahəsini bizə 54 verib. Sahəni tapmaq üçün tərəfə çəkilmiş hündürlük düsturundan istifadə edirəm. 2'də 1'i vururam AD-yə, vururam KH-a. Bunun sahəsi olur 54. Onda KH-ın qiyməti var da 6'dır. 2'də 1'i vurdum 6'ya, vurdum AD-yə. O da oldu 54. AD də bərabərdir. İxtisar getdi 54'ü böldüm 3'ə. O da oldu 18. AD tərəfi 18 isə bizdən BC tərəfini soruşur. Onda BC tərəfi də 18'dir. Doğru cavab oldu 35'də 18. 36-cı sualda oxşardı. Yenə KM burada 3'dürsə, burada da yəni burada bir H desəm, buna da 3 yazıram. Tərəfə çəkilmiş sahəyə görə həll edirəm. 2'də 1 vur AD vur KH. Üçbucağın sahəsi 18'dir. KH-ın da qiyməti 3'dür. 2'də 1'i vurdum 3'ə, vurdum AD'ye oldu 18. 3 AD bərabərdir 36. AD'ni tapmaq üçün 36'nı 3'ə böldüm, oldu 12. 36'da cavab 12. 37. Paralelogramın kör perimetri dedik ki neçədir? 12. Deməli bizə ABCD paralelogramı verib. ABCD. Deyir perimetri 12'dir. Perimetri 12'dirsə, yəni tərəfləri cəmi 12'dir. 2 vur A üstəgəl B 12'dir. A ilə B'nin cəmi 6'dır. Bu qalsın burada. Paralelograma 2 dənə hündürlük çəkilir. Biri kiçik hündürlük oldu kökdə 3. Digəri böyük hündürlük oldu 2 kökdə 3. Bunların hasili A vur 2 kökdə 3 bərabərdir B vur kökdə 3'ə. Onda B bərabərdir 2A'ya. B'ni 2A ilə əvəz etsəm, A üstəgəl 2A bərabərdir 6. 3A bərabərdir 6. A oldu 2. A 2 isə B olur 2 vur 2 4. İndi bizə deyir ki, paralelogramın iti bucağını tapın. Gəlin tapaq. A'nın qiyməti 2'dirsə,
Yazıram bura 2. Bunu silim yazım 2. 2. Bura 90 dərəcədir. Baxırsınız burada bir alfa bucağı, iti bucaq budur. Mən düz bucaqlı üç bucaqda sinüs alfa necə tapırdıq deyirdik. Qarşı katetin hipotenuza nisbəti. Kökdə 3-ün 2-yə nisbəti. Sinüs də kökdə 3 bölü 2-ni alır 60 dərəcədə. Deməli doğru cavab oldu 60 dərəcə. 38'e baxaq. 38. Yine oxşar sualdır. Perimetri verib bizə 12. A üstə gəl B bərabərdir 12. A ilə B'nin cəmi oldu 6. Hündürlüklər. Böyük tərəfə kiçik hündürlük çəkilib, kiçiyə böyük hündürlük. Yəni A vur kökdə 2 bərabərdir. 2 kökdə 2 vur B yazsam. Kökdə 2'lər getdi. Bu A, H, A bərabərdir. B vur H, B. Buradan A bərabərdir. 2B oldu. İndi yatıb yerine yazanda 2B üstə gəl B bərabərdir 6. 3B bərabərdir 6. B oldu 2. B 2 isə A tərəfi oldu 4. Paralelogramın iti bucağını soruşur. Çəkək paralelogramı. A tərəfi 4 isə B 2'dir. Böyük tərəfə çəkilmiş hündürlük kiçik olur. Deməli kiçik hündürlük bunun kökdə 2 idi. Bizdən iti bucağı soruşur. Tapaq. Sinüs alfa bərabərdir. Qarşı katetin hipotenuza nisbəti. Sinüs də kökdə 2 bölü 2'ni alır 45 dərəcədə. 39. sual. ABCD paralelogramında A bucağının tənböləni, deməli ABCD paralelogramında deyək ABCD A bucağının tənböləni BC tərəfini K nöqtəsində kəsir. BC-ni K nöqtəsində kəsir. A bucağı 30 dərəcədir və bizə A bucağının tənbölənidir. Onu da buraya yazaq 15-15. Onu da burada olur 30 dərəcə. Digər bucaqlar oldu 150-150. Bu məlum məsələdir. KC tərəfi 6'dır. Trapesiyanın orta xətti. Deməli burada bir trapesiya var və bunun orta xətti 13'dür. Trapesiyanın orta xətti 13'dürsə oturacaqlar cəminin yarısıdır. Düzdür bu. Deməli A ilə 6'nın cəminin yarısı 13'ü verirsə A üstə gəl 6 26'dır. A'nın qiyməti oldu 20. A'nın qiyməti 20'dirsə baxın onda burada olur 14 və bu tənbölənsə daxil çarpaz bucaqlar bərabərdir. Burada 15 məlum məsələdir. Onda burada bərabər yanlı 3 bucaq əmələ gəlir. Onda AB də olur 14. Bizə paralelogramın sahəsini soruşur. Baxırsınız paralelogramın AB tərəfinin ölçüsü var 14 cm. AD də var 20 cm. Və bunlar arasındakı bucaq da var. Bucaq A da oldu 30 dərəcə. S bərabərdir AB sinüs alfa. Yəni 14 vur 20 vur sinüs 30 dərəcə. 2'də 1. Doğru cavab oldu 140. Sonra 40'a baxaq. ABCD paralelogramında ABCD paralelogramı çəkirəm. ABCD paralelogramında ABCD A bucağının tənböləni BC tərəfinin K nöqtəsində kəsir. B bucağı 150 dərəcə olarsa, bu tənbölən isə bunu 15-15 böldü, düzdür? Daxil çarpaz bucaqlar bərabərdir, bu da oldu 15. AD tərəfi 25'dir. AKDS'nin trapesiyasının orta xətti 15. Oxşar sualdır. 25 ilə KS'nin cəminin yarısı 15'i verir. Onda KS olur 5. KS tərəfinə yazdım 5. Onda BK oldu 20. Bərabər yanlıdırsa burada 20'dir. Bizdən trapesiyanın sahəsini soruşur. S bərabərdir. Deməli burada 2'də 1 yoxdur da. S bərabərdir. 20'ni vururam 25'ə. Vururam sinüs 30 dərəcəyə. S bərabərdir. AB sinüs alfa düsturu var ya ondan yazırıq. O da 20 vur 25 sinüs 30'da aldı 2'də 1. Doğru cavab oldu 250. 41. Deməli bizə verib paralelogram. Paralelogramın ABCD paralelogram olsun. ABCD paralelogramının hündürlüklərini verib. Birini verib 6 kökdə 3, digərini verib 8. Gəlin müəyyində görək hansı böyükdür. 6 kökdə 3 kök altında 36 vur 3 kökdə 108'dir. 8 kök altında 64'dür. Deməli 8 kiçik hündürlükdür. Böyük tərəfə çəkilib. Buraya yazıram 8. Digər tərəfə yazıram 6 kökdə 3.
Diagonallar arasındaki bucağı 60 dərəcə verib. Burada bir 4 bucaqla əmələ gəlib. 4 bucaqla daxili bucaqların cəmi 360 olmalıdır. 90, 90, 180. Deməli bunların cəmi də 180 olmalıdır. Bura olur 120. Bura 120 isə bir tərəfə bitişik bucaqların cəmi 180 dərəcədir. Onda bura qalır 60. Bura 60 isə deməli iti bucaq neçə dərəcədir? 30. Biz də bilirik ki, düz bucaqlı 3 bucaqda 60 dərəcə bucaq qarşısında duran katet 30 dərəcə bucaq qarşısında duran katetdən bura H1 yazım, H2 olsun. Kökdə 3 dəfə böyükdür. Deməli bura 6 imiş ki, 30-un qarşısı 6 imiş ki, bura 6 kökdə 3 olub. Onda hipotenuz da 12-dir. Aha. Onda DC 12 isə AB də 12-dir. Mən sahəni tapa bilərəm də rahat şəkildə. S bərabərdir A vur HA. Yəni 8 vur 12 96. Sahəni tapmaq üçün hündürlük və tərəf lazım idi. Onu da tapdım. 42-ci sual. 42-ci sualda şəkili verib, paralleqramın AB tərəfi üzərində Y nöqtəsi D və C təpələri ilə birləşdirilib. Bunları da 3 hissəyə bölüb. Bunlar 3 bucaqların sahələridir. İndi bizə deyir ki, S2-ni tapın. S1, baxın S1 K'dırsa, S2 3K'dır. S2 3K'dır. S3-ün qiyməti 12-dir. Biz bunun əvvəlki dedik, tapşıqların birində dedik ki, S2 S1 ilə S3-ün cəminə bərabərdir. Yəni S2 bərabərdir S1 ilə S3-ün cəmi. Yəni deyirəm ki, 3K bərabərdir K plus 12. Onda 2K olduğu için K'nın qiyməti oldu 6. K'nın qiyməti 6-dırsa S2-nin qiyməti olur 6 vur 3 18. 43-cü sual baxaq. Deməli, biz dedik ki, S1 üstə gələk S3 bərabərdir S2-yə. İndi bizə S1-ə qiymət verib 2K, S2-yə qiymət verib 5K, S3-ün də qiyməti 24-dür. Yerinə yazıram. 2K üstə gələk 24 bərabərdir 5K, 3K bərabərdir 24, K oldu 8. Bizdən S2-nin qiymətini soruşur. S2 də 5K'dır da 5'i vurdum 8'e oldu 40. Doğru cevap 40. 44. suala baxaq. Perimetri 24, iti bucağı 30 dərəcə olan ABCD paralleqram. Bir dənə paralleqram çəkək. İndi paralleqram perimetrini 24 veribdir. Tərəflərinə yazıram. A, burada yazıram B. İti bucağı 30 dərəcədir. Perimetri 24'tür. 2 vuraq A üstə gəl B bərabərdir 24. A ilə B'nin cəmi oldu 12. İndi paralleqram bir tərəfinə bitişik bucaqların tənbölənləri qarşı tərəfin üzərində kəsişir. Bir tərəfinə bitişik bucağın tənböləni tutaq ki, buranı götürək. Bir tərəfinə bitişik bucağın tənbölənləri qarşı tərəfin üzərində kəsişir. Deməli, biz bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcədir. Onların tənbölənləri 90 olduğuna görə, onda burada olur 90 dərəcə. Baxın, bura 15-15'dir. Bir tərəfinə bitişik bucaqların cəmi 180'dir. Onda bura qalır 75-75. Burada qalır 90 dərəcə. Bura 15 isə bunun daxili çarpazı da 15 dərəcədir. Onda elə bura olur A. Bu A-dırsa bunun qarşı tərəfdə A oldu. Onda B'nin qiyməti oldu 2A. Onda A üstə gəl 2A bərabərdir 12. 3A 12. A'nın qiyməti oldu 4. Paralleqramın sahəsini soruşur. Deməli, paralleqramın bir tərəfi oldu 4. Digər tərəfi oldu 8. İti bucağı oldu 30 dərəcə. S bərabərdir 4 vur 8. Sinus 30 dərəcə. O da oldu 4 vur 8. Sinus 30'da alır 2'də 1. Doğru cevap 16. 44'te 16. 45'e baxaq. ABCD paralleqramının bir tərəfinə bitişik bucaqların tənbölənləri qarşı tərəfin üzərində kəsişir. Olsun belə. Deməli, burada 90 dərəcə və iti bucağı bizə qiymət verib. Yenə eyni sualdır. Bir dəqiqə. Bunu silək. A, B, C, D. Tənbölənlər burada kəsişdi. İti bucaq 15-15 oldu. Onda bura 15 isə bu da 15'dir. Bu tərəf A-dırsa bunun qiyməti də A-dır. Onda bura A-dırsa bu da A-dır.
Bura oldu 2A. Bu 75 derece, demek bu 90 derecedir. İndi bize perimetre qiymət verib 48. 2 vuraq A üstə gəl 2A bərabərdir 48. 2 vur 3A bərabərdir 48. A oldu 8. Paralleqramın sahəsini soruşur. Deməli A 8-dirsə 2A 16-dır. S bərabərdir AB sinüs alfa. Yəni 8 vur 16 vur sinüs 30 dərəcə. O da oldu 8 vur 2'də 1 vur 16. Sinüs 30'da 2'də 1 alır. 64. 45'in cevabı 64. 46. Sahəsi 110 olan ABCD rombunun BD diaqonalı üzərində götürülmüş nöqtədən AB tərəfinə qədər məsafə 4, AD tərəfinə qədər məsafə 6 santimetrdir. Deməli, romb çəkək. ABC'dir. ABCD. BD diaqonalı. BD diaqonalı üzərində götürülmüş nöqtədən rombun AB tərəfinə qədər məsafə 4'dür. Tutaq ki, belə bir nöqtə götürülüb. AB'yə qədər məsafə 4'dür. AD'yə qədər məsafə 6'dır. 6. Rombdursa tərəflər bərabərdir. Mən buradan, bax, bunu belə birləşdirsəm, 2'dən 3 bucaq alaram. Və 3 bucaqların sahələrini tərəf və tərəfə çəkilmiş hündürlük düsturuna görə taparam. Yazıram. 2'də 1 vur 6 vur A. Oldu 3A. İkincinə yazaram. 2'də 1 vur 4 vur A. Bu da oldu 2A. Bunların cəmi deməli SABC oldu neçə? ABD. SABD deməli 3A ilə 2A'nın cəminə bərabərdir. Yəni oldu 5A. İndi bizə rombun sahəsini 110 verib. Bu üçbucağın diaqonalı sahəsi 2 ilə bölür. Deməli 5A üstə gəl 5A 110'dur. Niyə? Çünki bir hissə 5A'dırsa digər hissə də sadəcə 5A'dır. 10A bərabərdir 110. A oldu 11. Tərəf 11'dir. İndi bizə nəyi soruşur? Rombun perimetri. Rombun perimetri 4A'dır. 4'ü vurdum 11'ə 44. 47. suala baxaq. Deməli ABCD paralleqramı verib bizə. Burada deyir ki, AY tən böləndir, yəni alfa alfadırsa bura alfadır. AB tərəfinin qiyməti 5 veribsə, onda BY-nin uzunluğu 5'dir. AD'nin uzunluğu 12'dir. AF'in uzunluğu 15'dir. Bura 3 qalır. Onda paralleqramın qarşı tərəflər bərabərdir. DC də 5 oldu. Onda CF hündürlüyü oldu 4. Burada 3'dən 3 bucaq var. Üçünün də sahəsi tərəf və tərəfə çəkilmiş hündürlüyə görə tapacağım. Deməli, burada ümumi 12'dirsə, burada qaldı 7. Birinci tapıram. S, A, hələ bu uyğunluq deyildi. Adi sadə üç bucaqlar tapıram. S, A, B, Y. Bunun sahəsini tapmaq üçün 2'də 1'i vururam A, B, Y-yə. Onu da vururam CF-ə. Niyə? Çünki CF hündürlüyü həm də bu üç bucağın hündürlüyüdür. Bax, xaricdən çəkilir. Düzü, tərəf və tərəfə çəkilmiş hündürlüyünü tapdım. O da oldu 2'də 1 vur 5 vur 4 oldu 10. Birinci tutsan sahəsi oldu 10. Bunun sahəsine yazıram 10. Sonra keçirəm ikinci S, A, Y, D'nin sahəsini tapmağa. Yine yazıram 2'də 1 vur 12 vur 4. Niye? Çünkü 4 bunun da hündürlüğüdür. O da oldu 48 bölü 2 24. Üçüncü bir de tapıram S, D, Y, S'nin sahəsi. Yine burada da 2'də 1 hündürlük 4 götürürəm. 4 vur 7 da oldu 14. İndi bir uyğunluğu yazıram. Birinci S, A, B, Y. S, A, B, Y'nin sahəsi oldu 10. B variantı. Ve buna uyğundur 2'də 1 B, Y vur save. Y uyğundur. Deməli birinci uyğundur həm B həm də Y. Sonra ikinci ABCD'nin sahəsi. ABCD sahəsi bu üçün də sahəsinin cəbinə bərabərdir. Yəni 10 üstə gəl 14 üstə gəl 24. Ümumi o da oldu 44. 44 yox 48. Burada cevap oldu A. Ve burada ikinciyə bir də uyğundur D variantı. Niyə? Çünki bu üçbucaq baxın
Paralelogramda belə idi, daha doğrusu üçbucağı yox. Paralelogramı göstərim. Belə getdi. Biz dedik ki, paralelogramda bu üçbucaq digər kənardakilərin cəminə bərabərdir. Yəni onlardan 2 dəfə böyükdür. Ona görə ikinciyə D də uyğundur. Qaldı üçüncü. S, A, Y, S, D. S, A, Y, S, D. A, Y, S, D də. A, Y, S, D də. Deməli, A, Y, D ilə S, A, Y, D ilə S, Y, D, S-nin cəminə bərabərdir. Onda AYD'nin biz sahəsini tapmışdıq 24. Digər sahəsini tapmışdıq 14. Bunlar da oldu 38. Deməli, üçüncüyə də uyğundur 38. C variantı. Tapdım hamısını ayrı-ayrılıqda. Sonra ümumi tək-tək tapdım. Sonra baxaq 48-ə. 48. Rom üçbucağın tərəflərini verib sahəsini soruşur. Birinci heron düsturdur. 3 tərəf var. 10, 6, 8. Əslində 6, 8, 10 olanda biz deyir düzbucaqlı, üçbucaqlı da. Heç bunu herona görə yazmağa ehtiyac yoxdur. 2-də 1-i vurdum, 6-ya vurdum, 8-ə 24. Birinci sahəsi oldu B. İkinci tərəfi 8. İti bucağı 30 dərəcə olan rombun sahəsi. O da 2-də 1 yoxdur. A kvadratı sinus alfa. 64 vur 2'də 1. O da oldu 32. Buna da uyğundur D. 1B 2D. 3'e baxaq. Kvadratın diagonalı. Biz bilirik ki, kvadratın diagonalı 3 kökdə 2-dirsə, diagonallarla düsturu var. 2'də 1 D kvadratı və yaxud da tərəfdə tapa bilərdim. 2'də 1'i vurdum. 9 vur 4'ə 18. Buna da uyğundur. Dəmli 36. Nəysə yazıq. 4 yox. Kökdə 4'ə. Kökdə 4'ə. Onun da cevabı oldu 9. 9A. Burada D, orada da A. 48'de. Bir de uşaqlar, burada baxırsınız hündürlüyü 4 verib. Hündürlük 4 ikinciyə uyğun olacaq. Niyə? Qoy onu göstərik. Deyir, hündürlüyü 4. Baxın, rombun tərəfini bizə verib 8. İti bucağı verib 30 dərəcə. Hündürlüyü çəksəm, 30 dərəcə bucaq qarşıda duran katet betonumuzun yarısıdır. Ona görə ikinciyə Y də uyğundur. Y. 1B, 2D, Y, 3A. 49. Rombun tərəfi 6'dır. Yenə hündürlüyü var. Ona görə şəkil çəkib yazacağım. Deməli, rombun tərəfi 6'dır. İti bucağı 60 dərəcədir. Həm sahəni tapın, həm hündürlüyü. Yəni hündürlüyü tapaq birinci. Bura 30 dərəcədir. 30'un qabağında duran 3 isə, bura hündürlüyü oldu 3 kökdə 3. Deməli, sahəsini tapsaq S bərabərdir A kvadratı sinus alfa. 36 vuraq kökdə 3 bölü 2. Çünki sinus 60'da kökdə 3 bölü 2 alır. 18 kökdə 3. Hündürlüyü də oldu 3 kökdə 3. CD. İkinciyə baxaq. Üçbucağın tərəflərini verib, yenə bu düzbucaqlı üçbucağa gəlir. Pifagor ədədlərdir. 5, 12, 13. Sahəni tapanda 2'də 1'i vurdum, 12'ye vurdum, 5'e oldu 30. Bu da ikinci. B variantı uyğundur. Bir də baxaq üçüncüyə. Kvadratın diagonalı 4 kökdə 3'dür. Sahəni necə tapırdıq? 2'də 1 D kvadratı. O da 2'də 1'i vurdum 4 kökdə 3'ün kvadratına. 2'də 1 vur 16 vur 3. Bu da qısa getdi. 8 vur 3 24. Buna da A uyğundur. Deməli 1'ə oldu CD, 2'yə B, 3'ə A. 50. ABCD paralelogramında o diagonalların kəsişmə nöqtəsidir. BM MC'yə kongruentdir. BM MC'yə kongruentdir. ABCD'nin sahəsini bizə 32 verib. Məlum məsələdir ki, paralelogramın diagonalı onun sahəcə 2 bərabər 3 bucağa ayırır. Yəni SABC bərabərdir ADC. Bu da bərabərdir. Deməli, ABC'nin sahəsi ADC'nin sahəsinə bərabərdir. O da 32'nin yarısıdır. Paralelogramın yarısıdır 16. Və burada baxırsınız, AM'i median verib. Niyə? Çünki BM tərəfi ilə MC bir-birinə kongruentdir. BM ilə MC bir-birinə kongruentdir. Deməli, AM mediandır. Çünki median qarşı tərəfi yarıya bölür.
Nəyin hansı üçbucağın medianıdır? Baxın, buradakı ABC üçbucağının medianıdır. Deməli, indi bizə veribdir. Nə? Sahəcə biz bunu bərabər böldük. Biz bilirik ki, median da üçbucağı sahəcə bərabər bölür iki hissələrə. ABM, SAMC. Bunlar da sahəcə bir-birinə bərabərdir və 16'nın yarısıdır. 8. Burada baxırsınız, o diaqonalların kəsmə nöqtəsidir. Diaqonalların kəsmə nöqtəsi kəsir və kəsmə nöqtəsini yarıya bölünür diaqonallar. Ona görə buradakı üçbucaqda da MO mediandır. Bu da sahəcə bərabər hissəyə bölünəcək. Onda alınır AMO bərabərdir SMOC-yə. Oradan da 8'in yarısı oldu 4. 51. İndi ABC'de yeni paralelogramı verib, sahəsini 24 verib. 24'ü yarıya böldük. Deməli, tapdıq ABC'nin sahəsi oldu 24'ün yarısı, yəni 12. Sonra ABC üçbucağı AN medianı ilə 2 bərabər hissəyə bölündü. Ona görə ABM'in də SAMC'nin də sahəsi bərabər oldu 12'nin yarısına, oldu 6. Və burada da baxırsınız, diaqonalların kəsmə nöqtəsidirsə, deməli MO da burada mediandır. Ona görə də bu üçbucaqda da baxın, bu üçbucağın MO medianıdır. Ona görə bu da sahəcə 2 bərabər hissəyə bölünür. AMO bərabərdir MOC-yə. Yəni 6'nın yarısı oldu 3. 51'də cavab 3. 52. Deməli, ölçüləri 4 və 6 olan düzbucaqlı formasında torpaq sahəsinin küncləri bu sahənin tərəflərinin orta nöqtəsində yerləşən düzbucaqlı şəklində hovuz tikdilər. Hovuzun sahəsini tapın. Baxın, hovuzun sahəsini tapmaq üçün elə düzbucaqlının sahəsini tapıb, burada üçbucaqlar var. Həmin üçbucaqların sahəsini çıxsam, hovuzun sahəsini tapmış olaram. Niyə? Bax, burada eni 4-dürsə, bu 2 bölür. 6-dırsa 3 bölür. Burada düzbucaqlı üçbucaq var. Gəlin onun sahəsini tapaq. 2'də 1'i vururam 2'yə, vururam 3'ə. Bu oldu 3. Birinin sahəsi 3-dürsə, məlum məsələdir ki, bunlar da 2, 2, 3-dür. Onda bunların da sahələri 3 oldu. Yəni bu üçbucaqdan, düzbucaqlı üçbucaqdan 4 dənədir. Ona görə 4'ü vurdum 3'ə, oldu 12. Ümumi düzbucaqlının sahəsi, böyük düzbucaqlının sahəsini tapmaq üçün 4'ü vuram 6'ya, oldu 24. Deməli 24 düzbucaqlının sahəsidir. Tutaq ABC düzbucaqlısı da ABC'dir. ABC'de düzbucaqlının sahəsidir. Üçbucaqların sahəsi də 12'dir. 24'dən 12 çıxanda cavab qaldı 12. Sonra 53. Yenə ölçülərini 6, 8 verib, 6, 8 isə 3, 3 böldü. Bu da 4, 4 böldü. Birinin ümumi düzbucaqlının sahəsini tapıram. 6'nı vururam 8'ə, oldu 48. Düzbucaqlı üçbucağın sahəsini tapıram. 2'də 1'i vurdum 4'ə, vurdum 3'ə. Bu da oldu 6. 6'dan da bax 6, 6, 6, 6. 6'dan da 4 dənədir. 6'nı da vurdum 4'ə, 24. İndi 48'dən də çıxdıq 24. Doğru cavab oldu 24. ABCD paralelogramında AB bərabərdir 4 cm. Deməli BAD. BAD 60 dərəcədirsə, C bucağı da 60 dərəcədir, qarşılıqlı bucaqlar. AB tərəfi də 4'dür. Və burada M nöqtəsi ixtiyari nöqtədir. AMD üçbucağının sahəsi 7/3'dür. Məlum məsələdir, bu şəkildə verəndə, deməli AMD üçbucağının sahəsi paralelogramın sahəsinin yarısına bərabər olur. İndi bizə AMD üçbucağının sahəsini 7/3 verib. Onda deməli paralelogramın sahəsi 14/3 imiş. Çünki yarısı 7/3'sə də paralelogramda olduğu neçə? 14/3. İndi baxa, bu 4'dür. Bizdən paralelogramın perimetrini soruşur. Bu BC tərəfi məlum deyil. Tutaq ki, bir yazaq A. Paralelogramın iki tərəf onun arasında qalan bucağa görə sahəsinin tapılması var da. Gəlin oradan A-nı tapaq. A vur 4 sinus 60 dərəcə olur. Deməli, S bərabər AB sinus alfa düsturu var da paralelogramda. Ona görə tapırıq.
Bu beraber oldu 14 kökte 3'e. O da A vuraq. 4 sinüs 60'da alır kök altında 3 bölü 2. 14 kökte 3. Kökte 3'ler gitti. Kaldı 2A bərabərdir 14. A da oldu 7. Paralelogramın deməli bir tərəfi oldu 7, digər tərəfi oldu 4. Bizdən sahəsini verib perimetri soruşur. Perimetrini tapmaq üçün 2'ni vururam 7 ilə 4'ün cəminə. 2 vur 11. Doğru cevap oldu 22 santimetr. 55. Şəkli çəkək, rahat yazaq. ABCD paralelogramında A və D bucaqlarının tənbölənləri. Tənbölən alfa alfa beta betaya bölür bucağı. A və D bucaqlarının tənbölənləri K nöqtəsində kəsişir. AY'nin ölçüsü 8, uzunluğu 7'nin uzunluğunu bizə verib 2. İndi biz buradan bilirik ki bucaqlar 2 alfa 2 beta 180'dirsə, onda alfa ilə betanın cəmi 90'dır. Alfa ilə betanın cəmi 90'dır, onda K bucağı da 90'dır. Məlum məsələdir ki, bura betadırsa, onda burada olur alfa. Çünki alfa ilə betanın cəmi 90'dır axı. Bura alfadırsa, bura 90'dırsa, burada oldu beta. Mən buradan hündürlüyü tapa bilərəm. Bizə sahəni verib tərəfi soruşur. Gəlin bu üç bucaqdan hündürlüyü tapaq. Hündürlüyü tapmaq üçün h kvadratı emen düsturundan istifadə edirəm. Onda h kvadrat olur 8 vur 2, h oldu 4. Hündürlük oldu 4. Baxın, indi mənə bu tərəfi tapmaq üçün, A tərəfini tapmaq üçün paralelogramın sahəsi var. Tərəfi tapmaq üçün mənə hündürlük lazımdır. Düzdür? S bərabərdir h düsturu. Gəlin indi bunun h hündürlüyünü müəyyən edək. Baxın, K'dan bir dənə hündürlük endirsəm, bura 90 yazsam, bura betadır, bura 90'sa beta'nın alfanın cəmi 90 olduğuna görə burada olur alfa. İndi buradan baxın, burada bir düz bucaqlı üç bucaq əmələ gəldi. Bu düz bucaqlı üç bucağın baxırsınız, bu düz bucaqlı üç bucaqlar bir-birinə kongruentdir. Niyə? Çünki bir üç bucağın bir tərəfi və ona bitişik iki bucağı, digər üç bucağın bir tərəfi ona bitişik iki bucağa bərabərdirsə, deməli bu üç bucaqlar kongruentdir. Ona görə hündürlük deməli katet 8-dirsə, alfanın qarşısında 2 katet, burada 8 olur. Beta'nın qarşısındakı tərəf 4-sə, bu hündürlük də oldu 4. İndi eynisini yuxarıdan çəkəcəm. Baxın, buradan bir hündürlük endirdim. Onda bura alfadırsa, bura oldu beta. Yaxşı renk görünmədi. Beta. İndi baxıram. Burada yine kongruent üç bucaqlar əmələ gəldi. Onda hündürlük oldu 4. Burada oldu 2. İndi mən baxıram. Paralelogramın hündürlüyünü müəyyən etdim. 4 və 4 8. Hündürlük oldu 8. Sahəyə də qiymət vermişdi bizdə 120. Onda yerinə yazsam, tərəfin uzunluğu olur. A vur hündürlük, yəni 8 oldu 120. A da oldu 15. Elə bizdən AB tərəfin uzunluğunu soruşurdu, yəni 15'i. 56 yenə oxşar sualdır. Şəkli çəkək. İndi baxaq. KY AB'yə perpendikulyardır. AY deməli AY'nin uzunluğunu 9 veribdir. YB'nin uzunluğu 4'tür. BC tərəfin uzunluğu 7'dir. Bizdən paralelogramın sahəsini soruşur. Mən buradan yine tərəf və tərəfə çəkilmiş hündürlük düsturundan istifadə edərək, baxın, bura tənböləndi. Bura alfa alfadır. Hələ buna dayana. Bura beta betadır. Yine bura məlum məsələdir ki, bura nədir? 90 dərəcədir. H kvadratı emen düsturundan istifadə edərək KY'ni tapsam, 9'u vuraram 4'e. Onda hündürlük oldu 6. Hündürlük oldu 6. Bizə də paralelogramın sahəsini soruşur. Paralelogramın tərəfləri var. Hündürlük olsa biz sahəni tapa bilərik. Necə tapaq? Buradan bir hündürlük endirdim. Məlumdur ki, bura betadırsa, bura alfadır. Çünki 2 alfa ilə 2 betanın cəmi 180'dir. Bir tərəfə bitişik bucaqlardır. Alfa ilə betanın cəmi olur 90 dərəcə. İndi burada da 2'dən 3 bucaq əmələ gəlir. Kongruent 3 bucaqlardır. Çünki bir tərəf ona bitişik 2 bucaq və digər 3 bucağın bir tərəf ona bitişik 2 bucağı bərabərdirsə, bu 3 bucaqlar bərabərdir. Onda bu hündürlük 6'dırsa, digər hündürlükdə oldu 6. Sonra digər 3 bucağın çəkirəm hündürlüyünü. Buradan bir hündürlük çəkdim. Yenə
alfatsa bettadır. Alfatsa bettadır. Yine bu üçbucaklar kongruenttir. Hündürlüğü 6'dırsa bu hündürlüğü de 6'dır. 6, 6. Hündürlüğü oldu 12. Sahəni tapmaq üçün hündürlüğü 12'ni vururam 7'ye. 12'ni vurdum 7'ye. Doğru cevap oldu 84. Bu mövzudan izahlarımız bu kadar. Sağ olun, salamat kalın.